gəlir ki, bu məsələ elə bir ciddi maniyə çevrilməməlidir. Amma sonra məhkəmə ilə də əlaqə saxlanıb Nəriman Oğlan məhkəməsində məhkəmə də pasport qeydiyyat idarəsində deyilənləri təsdiqlədi. Məlum oldu ki, mənə qarşı qaldırılan Adolf Hitlerin cinayət işinə görə mənə qarşı qaldırılan cinayət işi tam verilmədikcə, bağlanmadıqca, hökm elan olunmadıqca və pasport verilə bilməz. Baxmayaraq ki, uyusundan keçirmişdik, baxmayaraq ki, bütün lazım olan qanun prosedurları eləmişdik. İndi ortada çox maraqlı bir məsələ var ortada. Deməli, 2004-cü ildə bu məlum Azərbaycan mətbuat artıq bunu bilir. Mən Adolf Hitlerin mənim savaş məsələni çap eləmişdim və Semyon Yexilovun müraciətindən Cənab Prezidentə məni həbs eləmişdilər. Ondan sonra bu məsələ ətrafında böyük ajitaj qalmışdı və 2005-ci ilin fevral ayının 26-sında əməlində cinayət tərkibi yoxdur deyə xitam vermişdilər. 2007-ci ildə bu iş birdən-birə yeniləndi. 2 il yarımdan sonra tam absurd, tam mənasız, heç bir məsələdə, heç bir dayanağı olmayan bir iddia ilə yeniləndi. Və bu dəfə eyni MTV-nin, eyni istintaq idarəsinin, eyni müstəntiqi, yəni müstəntiq də eynidir, idarə də eynidir. Hətta müstəntiqi belə dəyişməmişdilər. Fərqli bir qərar çıxdı ki, həqiqətən də güya ki, giriş yazısında və Zeynalın Adolf Hitlerə rəhmətli hiss olunduğuna görə haqqında cinayət işi qaldırılmalı. Yəni, çox maraqlı bir vəziyyət var. Cinayət işi açılıb, ölkədən çıxmam haqqında ihtizam var. Mənə də təsdiqdən heç olmayan şeydir. Davradan səfərlərə, xarici ölkələrə təkliflər gəlir. İndi pasportda verilmir. Bu keçmiş Yeni Müsavat qəzetin sabit köşə yazarı Aynur Camal qızının da yazılarını təkrar dərc edirdik. Onun 2003-cü ilin əvvəlində seçki kampaniyasında mərhum prezident Heydər Əliyev haqqında və indiki prezident İlham Əliyev haqqında son dərəcə maraqlı yazılardır. Yəni, bu tükürpədici bir şeydir. Mən bu xanımın yazılarını heç bir zaman oxumamışım. Müəllif kimi məni cəlb eləməyib. Amma mən onu çox təəssüf ki, 5 ildən sonra yenidən oxumağa başlamışam. Və 2003-cü ilin gözünlə baxanda indiki vəziyyətdə çox maraqlı bir mənzərə yanar. Yəni, bunun hamısı başqa şeylərdir. Sadəcə olaraq Xalq qəzeti Aynur Camal qızının yazılarını həddindən artıq maraqlı hesab elədiyi üçün biz onun yazılarını olduğu kimi Xalq qəzetində dərc eləməyə qərar vermişik. Həm də prezident seçkilərinə hazırlıqdır, bir ölkədəki vəziyyətlə bağlı analizlərdir. Orqanlarına, rəhbərlərinə müraciət eləmişəm, Daxili İşlər Nazirinə, Milli Təhlükəsizlik Nazirinə, Baş prokurora, ölkənin baş prokuroruna ki, yəni bu telefon terroristləri, bu son dərəcə harımlamış, qudurmuş bir zümrət Azərbaycanda. Yəni, bu dərəcədə həddini aşırlar ki, insanlar bir qəzetin başılar qılına, açıq nömrələrdən, öz adından, öz familiyasından hazırlaşın, biz sizə bunu edəcəyik, biz sizə onu məsələsidir. Biz hər yerindən duran, o sonradan görmüş millət vəkillərinin mən elə hesab edirəm ki, bu tipli əməllərinin qarşısını çox sərt və amansız şəkildə almasaq, onsuz da Azərbaycanda mətbuatın başına istədikləri onu gətirirlər. Onsuz da artıq bizim azad göstərəcəyimiz, fəaliyyət göstərəcəyimiz bir sfera hardasa qalmır. Onsuz da Azərbaycan mətbuatı yavaş-yavaş Bakı şəhərini oxşamağa başlayıb. Hər yer çəpər, hər yer, heç bir yerdən getmək mümkün deyil. Heç bir yol yox, heç bir düzəni yox. Elə mən düz mətbuatımızın da vəziyyətini ona bənzədirəm. Yəni, bu tipli hadisələrin qarşısı alınmalıdır. Üstünə əlaqə saxlayıb, Qaras Bey etirazını etdirir. Aynur Camal qızı əvvəlki vaxtlarda əlaqə saxlanmışdı, indi yox. İndi Aynur Camal qızının özü əlaqə saxlanmır. Onun həyat yoldaşı olduğunu iddia edən cavan oğlan əlaqə saxlayır. Bu da əlaqə saxlamaq demək olmaz. Yəni, bunlar küçə uşaqları necə hərəkət edirsə, elə hərəkət edir. Neçədən yazı gedib? 2 yazı gedib, amma Aynur Camal qızının bütün yazılarını dərc etmək fikrim var və onu xüsusi buraxılışlar halında dərc edəcəm. Sonunda da kitab halında dərc edəcəm. Yəni, bu həm də Azərbaycan iqtidarının çox komik bir siyasətidir.
Yani ben sadece olarak bu komandanın da ne kadar sadiq olup olmadığını test etmek istəyirəm ki, 2 gün bundan evvel, 2-3 gün bundan evvel son nömrəni çıxandan sonra orada Aynur xanımın ölməyə Türkiyə yaxşıdır yazısı çıxdı. O çox sərt yazıdır. Ondan sonra bu intensivlənib, ondan sonra bu isterik halda ağırlarına gələni danışıblar. Biz də, valla hər halda mən özümü baş redaktor hesab edirəm. Mən özümü küçə uşağı hesab eləmirəm. Və hesab eləmirəm ki, biz hamının küçələrdə əlbəyax olmalıyıq, dava qırğın olmalıdır. Onsuz da bir müddət əvvəl bizim redaksiya bir modelyer göndərmişdir. Bu məsələni mən yazmışdım mətbuatda. Ondan sonra da mən mətbuat işçilərinə, həmkarlara müraciət eləmişdim ki, heç bir səlahiyyətli mətbuat işçisi tək gəzməsin. İcazəsiz deyərsiniz və mütəmadi bir sizə qarşı məhkəmə prosesləri olub və musluluğunuz üzərində. Yəni, hesab etmirsiniz ki, bunun da axırı onlar tərəfindən sizi məhkəmə verilməsinə nəticələndir. Amma mən çox şad olardım onlarla məhkəmə versinlər. Çünki mən o bəyəfəndiyə də dedim ki, bizdən məhkəmə bizim redaksiyamızdan 85 ya 90 metr uzaq olar. Yəni, biraz ola bilər qarşıda 3 metr, 5 metr bizi məhkəməyə verə bilərlər. Birincisi, burada məhkəmə predmeti yoxdur. Mən kütləvi informasiya vasitələrində dərc olunmuş bir materialı eyni ilə istinad eləyərək dərc edir. İstinad eləməsəm, oğurlasam, təhrif eləsəm ayrı məsələ. İkinci bir tərəfdən yenə şükür məhkəmə olsun. Onsuz da bizə təzə məhkəmələr gələcək, Allah qoysa 5-6 gün yenə gələcək. Amma məhkəmə yenə işin bir tərəfidir. Məhkəmədə hakimin qarşısına çıxırsan, məhkəmədə bunlar məhkəmə ilə danışmırlar. Məhkəmə yolundan bu məsələləri həll etmək çox asandır. Amma bu adamlar da yəqin bilirlər ki, məhkəmə perspektivi yoxdur. Mən dərc olunmuş yazını təkrar dərc edirəm. Zəhmət çəkin, istifa verin, Oqtay Əsədova, istifanız qəbul olunsun. Çəkilin, çıxın gedin evinizdə, işinizi qurun, istirahət edin, ev xanımı olun, mən sizə bir kəlmə demərəm. Amma siz prezidentə arvatbaz yazıbsınız, qumarbaz yazıbsınız, debil yazıbsınız, içki düşkünü yazıbsınız. Bunun cəsədindən, meytindən iyi gəlir, bu aləmi qoxudur. Türkiyənin müqəddəs torpaqları bunu qəbul etməməlidir, yazıbsınız. İndi həmin hakimiyyətin nemətlərindən bəhrələnirsiniz. Xurar qəzeti 2003-də də eləydi, indiki kimi, 2005-də də eləydi, 2007-2008-də, indi də eləydi, 2010-da da elə olacaq.